Salam əziz izləyicilərim. Bugün mən spagetti hazırlayacağım. Videolarımın davamı üçün kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Eti xırda-xırda quşbaşı doğrayıb, yaxşıca yuyub qaynamağa qoyuruq. Bir 10-15 dəqiqə qaynadırıq. Qaynayandan sonra 2 dənə soğanı qıp-qıp doğrayıram. Soğanı doğradıqdan sonra qaynamış suya makaronları əlavə eləyirəm. Üstünə biraz duz, biraz da duru yağ əlavə eləyib qarışdırıram ki, bir-birlərinə yapışmasın. Qarışdırıb bir 10-15 dəqiqə baxıb qaynadıram. Sonra isə tavaya tereyağını əlavə eləyib, doğradım soğanları əlavə eləyib biraz qızardıram. Biraz qızarandan sonra qaynatdığım əti də əlavə eləyirik. Duz istiot əlavə eləyirəm biraz. Sonra isə məndə belə pomidor var idi, tutulmuş. Ondan sonra da biraz tomat pastası əlavə eləyib yaxşıca qarışdırıram ki, dadını çəksin. Yaxşıca qarışdırıb bir 10 dəqiqə bişirirəm. Pişirdikdən sonra sarı kök əlavə eləyirəm. Etin bulyonundan biraz saxlamışam, onu üstünə tükürəm. Sonra qapağını bağlayıb bir 15 dəqiqə pişməyə qoyuram ki, tamını alsın, et yaxşıca pişsin. Sonra isə məndə belə pendir var idi. Et pişəndən sonra makaronları üzərinə tökürəm. Mozzarella pendirinin də üstünə atıb qapağını bağlayıram. Bir 10-15 dəqiqə saxlayıram, üzünü çəksin. Çox dadlı alınır. Siz də bu formada eləsəz peşman olmayın.